Size göre yenilik köhneliğin üzerinde kurulmalıdır. Siz bu fikri söyləmişsiniz ki, yenilik köhnəliyin üzərində qurulmalıdır. Belə bir müsahibəniz Mən yadınızdadır. bilmirəm, o sözü nə vaxt demişəm, o müsahibə yadıma gəlmir. Boynumuza qoyurlar. Belə deyək, bəlkə yəni bunu demək istəmişsiniz ki, müasirliyi qoruyub saxlamaq şərti ilə köhnə adət-ənənələrimizi Ümumiyyətlə, hər dəfə... ola bilər belə demək istəmişsiniz. Belə olur ki, həmişə deyirik ki, köhnəni tamamilə unutmaq olmaz. Bəli, yəqin bunu demək Yaxşı. istəmişsiniz. Bu yeniliklər yaxşısını götürüb, Yaxşıdır. yadda saxlamaq lazımdır, onu inkişaf elətdirmək lazımdır. Köhnənin üstündən xətt çəkmək olmaz. Heç cür. Ona görə ki, köhnədə bizim həyatımız qalır, bizim tariximiz qalır, bizim necə deyərlər, mən bayaqdan müəyyən misallar gətiririk, ancaq köhnələrə müraciət edirik, ancaq köhnədə olanlara müraciət edirik, illər öncə bundan baş verənlərə qayıdırıq. Demək, o yaddaşlarda köhnəlik o qədər qalır ki, o qədər gözəl qalır ki, ondan imtina etmək mümkün deyil. Yenilik isə təbii ki, köhnəyə arxalanmasan, yeniliyi qura bilməzsən, yenini səhnəyə gətirə bilməzsən və mütləq köhnəyə arxalanmaq lazımdır, mütləq. Bu günləri yenə deyirəm, bizim bütün bu suallara cavab gətirəndə biz köhnəyə qayıtdıq və ona görə də yaşasın köhnə və ümid edək ki, yenilər daha yaxşı olacaq. Baxmayaraq ki, dediyiniz fikir yadınıza düşmədi, amma təsdiqlədiniz ki, yəni doğrudan da yeniliyi icad edərkən köhnəliyi unutmaq olmaz. Harada dediyim yadıma düşmədi, amma ümumilikdə fikir maraq doğurdu təbii ki. Biz yenilikdən, köhnəlikdən heç vaxt imtina eləyə bilmərik, heç vaxt. Bu köhnəlik bizim necə böyük bir sənətkarlarımızı biz unuda bilərik, necə böyük tamaşalarımızı unuda bilərik. Söhbət ondan gedir ki, köhnəlik, bilirsiniz, elə bir taqqıl bir köhnə və yeni. O köhnəliyin, bilirsiniz necə, deyirsiniz, dekor, evin dekoru. Bu şkaf indi müasir deyil, amma vaxtında müasir idi axı. Biz onun yerinə başqasını qoyuruq. Şükrə xanımın gözəl bir tamaşası var idi, Köhnə ev. Köhnə ev. Şükrə xanım. Əli Əmirlinin. Əli Əmirlinin, çox gözəl. Elə bilirsiniz necə, yenə deyirəm ki, inkişaf mütləqdir. Bir sual verilmişdi mənə, deyilmişdi ki, siz səhnədə və kinoda nəyi görmək istəyirsiniz? Mən deyirəm ki, mən milliliyimizi görmək istəyirəm. Söhbət milliliyimiz deyəndə o tumandan getmir ki, ya da ki, o papaqdan ya da kepkadan getmir ki, millilik ruhumuzdan gedir. Aydındır. Ruhumuzdan gelir, doğrudan. Çünki elə şeylər var ki, yeniliyi elə bəd vəziyyətdə gəlib üzə çıxardırlar ki, deyirsən ki, bu yenilik deyil. Amma hərdən bilirsiniz, elə şeylər var ki, deyirəm, bu cavanların zövq məsələsi. Əgər bunu qəbul eləyirsə, mən bunu qəbul eləmirəm. O cavan niyə qəbul eləyə bilir? Bax, bu tendensiya var. Bax, bu var ki, istəyirəm ki, cavanlar bizdən irəli geçsinlər. O müasirliyi və milliliyi onun içində olaraq bizdən yaxşı görsünlər. Və kinomuzda da elə bir şey olmalıdır. Ne üçün biz Məştubat filminə baxırıq və orada görürük hər şeyi. Amma yeni bir Məştubatın üzə çıxarılması yoxdur. Yenə də müasir halda yoxdur. Müasir. Və yenə qayıdırıq, birinci versiyasına baxırıq və tək versiyasına baxırıq və yenilik yoxdur, yəni. Çox doğru. O yenilikdən söhbət, müasirliyin yeniliyindən. Görünür, o səbəbdən demişəm ki, köhnəlik mütləq lazımdır həyatımızda və yenini qurmaq üçün, yeni nələrsə həyata keçirmək üçün mütləq köhnəyə arxalanmalıyıq. Doğrudur. Xüsusən sənətimizdə, Bəli. xüsusən bizim sənətimizdə, xüsusən. Təşəkkürlər.